Eklen çoban eklen. Bugün Asef Zeynallı'nın doğum günüdür. O 1909-cu il aprelin 5-də Dəmirqapı Dərbənddə anadan olub. 2018-ci ildə Asef Zeynallı haqqında film ssenarisi yazmağa başladım. Ancaq nə dəfn olunduğu yer haqqında məlumat tapdım, nə də məzarının şəklini. Nədənsə elə düşünürdüm ki, Fəxri xiyabanda dəfn olunub. Bir gün xiyabanı başdan ayağa gəzsəm də onu tapa bilmədim. İşçilərdən soruşdum, gördüm deyən olmadı. Beləcə, xalq arasında hələ də Asef Zeynallı adlanan musiqi kollecinə üz tutdum. Asef Zeynallı'nın yaradıcılığı uşaq musiqi məktəblərindən tutmuş ali musiqi məktəblərinəcən tədris olunsa da, haqqında ilk samballı əsər əməkdar incəsənət xadimi, pedaqoji elmlər namizədi Professor Nazim Kazımovun bəstəkarın 100 illik yubileyi ərəfəsində 2009-cu ildə çap etdirdiyi monoqrafiya olub. Xoş gördük Nazim müəllim. Xoş gördük Kəmal xanım. Mən sizə bu Asef Zeynallı kitabına görə, araşdırmaya görə dərin təşəkkürümü bildirirəm bir daha. 2019-cu ildə mən Asef Zeynallı haqqında məqaləmi yazanda bu kitabdan çox böyük informasiya aldım, faydalandım. Yəni, araşdırma ilə məşğul olanlar bilir ki, belə bir kitabı ərsəyə gətirmək nə qədər böyük zəhmət tələb eləyir, nə qədər vaxt tələb eləyir. Və sizin Asef Zeynallıya olan böyük sevginizin şahidi oldum mən bu kitabı oxuyanda. Asef Zeynallı birinci bizim profesyonal, yəni ali təhsilli bəstəkarımızdır. 23 il yaşayıb. Amma 23 yaşayaraq nələr yaradı? Hansı musiqilərin banisi olub? Azərbaycanda romans janrının banisi Asef Zeynallıdır. Azərbaycanda fortepiano musiqisinin banisi Asef Zeynallıdır. Azərbaycanda simfonizmin banisi Asef Zeynallıdır və 23 il yaşayıb. Və o vəfatı 23 yaşında Qarabağa Azərbaycan xalq musiqisi, xalq mahnılarını toplamağa gediblər. Səid Rüstəmov, Fuad Əfəndiyev və Asef Zeynallı. Və qaydanda o xəstələnib 23 yaş yarım yaşayıb cəmi. Ona da şəhid demək olar ki, Qarabağ şəhidi. Qarabağa gedib mahnılarımızı toplayır, ancaq qayıdıb şəhid olur. Mənim sevgim oradandır ki, Asef Zeynallı adı bilirsiniz də, biz tələbə olanda elə deyirdilər, Asef'də oxuyursan Bülbüldə. Asef Zeynallı da demirdilər Asef'də. Mən 66-cı bu kollecə qəbul olanda, 70-də bitirəndə həmişə Asef Zeynallı demişik və 20 ildən yuxarıdır ki, mən bu kollecə rəhbərlik edirəm. Asef Zeynallı Üzeyir bəy böyük qiymət verib. Üzeyir bəy deyir ki, o yaşasaydı, daha böyük bəstəkardır, daha bir bəstəkar olasaydı. Və Üzeyir bəyin təkidi ilə, təsəvvür edin, nə qədər dünya görüşlü insan olub Üzeyir bəy, dahi insan. Asef Zeynallı 32-ci ildə rəhmətə gedir. Onun il dönümdə Üzeyir bəyin təkidi ilə Asef Zeynallının adı Azərbaycan Dövlət Konservatoriyasına verilir. İlk Azərbaycanlı məzunu kimi. Təsəvvür edin, əgər ad verilməsəydi, bir rus bəstəkarının adı verilsəydi 33-cü ildə. Elə mən şəxsən özüm Asef Zeynal Musiqi Texnikum qurtarmışam diplom. Üzeyir Hacıbəyli adına musiqi konservatoriyanı bitirmişəm. Yəni Üzeyir bəy vəfatından sonra ailənin yanına gediblər rəhbərlikdən və deyiblər ki, etiraz etmişsə Üzeyir bəyin adını konservatoriyaya verək, Asef Zeynalın adını ilk məzunu olduğu Texnikuma verək. Bu gün də yaşayır, adı olmasa da hamı bitirənlər, hamımızın diplomunda Asef Zeynallı Musiqi Texnikumdur və uşaqlar, tələbələr yenə Asef Zeynallı adını. Mən onu deyəcəkdim, sözünüzə qüvvət. Hər bir sənətkarı xalq yaşadır. Çox maraqlıdır ki, bugün 17-18 yaşında sizin kollecin tələbələri deyirlər ki, harada oxuyursan sağında biz Asef Zeynallı'da oxuyuruq deyirik. Bundan böyük qiymət yoxdur, çünki elin gözü tərəzidir. Və mən son olaraq onu demək istəyirəm ki, mən belə düşünürəm ki, Asef Zeynallı musiqi elmi yolunda Azərbaycan xalqının şəhididir. İnsan bütün canını, qanını, gələcək arzularını, yarımçıq qalan Bakı simfoniyasını və hər bir şeyini bu elmin yolunda qurban verir. Tamamilə doğru. Təşəkkür edirəm sizə.
Onun tərcümeyi halından oxuyuruq. Atası Zeynalabdin kişi bağban, anası Əsbənd xanım isə fabrikdə tikişçi vəzifəsində çalışırdı. Güzəranları çox ağır idi. Bəs həqiqətdə də belədirmi? 1920-ci il martın 25-də Dərbənd işğal olunur. Sovet hökuməti elan edilir. Çar hakimiyyətindən də amansız olan sosialistlər zadəganlara, bəyxan sinfindən olanlara qarşı amansız təqibə başlayırlar. Zeynallıların da ailəsi bu təqibdən yan keçmir. Zadəgan sinfinə məxsus olan Zeynallılar ailəsinin də qara günləri başlayır. Bu səbəbdən 1921-ci ildə onlar Azərbaycana, Bakıya köçmək məcburiyyətində qalırlar. O dövrdə düşmən hesab edilən ailələrin uşaqlarını qorumaq üçün istifadə olunan üsullardan birincisi tərcümeyi halı dəyişdirmək idi. Ona görə də bugün Asəf Zeynallının tərcümeyi halında hələ düzələcək bir çox məqam var. Asəf Zeynallının vəfatı hamıya təsir etmişdi. Ancaq ən çox mütəəssir olan Üzeyir bəy idi. Çünki Asəf onun ən sevimli, gələcəyinə ən çox ümid bəslədiyi yetirməsi idi. İlk məzunu Asəf Zeynallı olan kollecin tələbələri Azərbaycanın ictimai mədəni həyatında samballı işlərə imza atıblar. Bu ənənə bu gün də davam etməkdədir. Gördüyünüz pianinanı Üzeyir Hacıbəyov sevimli tələbəsi Asəf Zeynallıya hədiyyə eləyib. Hal-hazırda Musiqi Kollecində qorunur. Asəf Zeynallını öncə Çəmbərəkənddə dəfn eləyiblər. Amma orada park salanda onu oradan çıxardıb və gətirib burada Qurd Qapısı adlanan qəbirstanlıqda təkrar dəfn eləyiblər. 6 il əvvəl məzarını ziyarət edəndə oradakı işçilərin bəstəkarı tanımamasına çox məyus olmuşdum və bunu məqaləmdə qeyd etmişdim. Bugünkü mənzərə isə ürəkaçan oldu. Onun məzarını əzbər tanıyan işçilər çəkiliş komandasına sevə-sevə bələdçilik etdilər. 23 illik qısa həyat və 7 illik yaradıcılığı ərzində parlaq və tükənməz istedadı, musiqi sənətinə sonsuz məhəbbəti, güclü həyat və yaradıcılıq enerjisi sayəsində yazdığı dəyərli əsərləri ilə öz adını əbədi olaraq Azərbaycanın mədəniyyət tarixinə həkk edib. Asəf Zeynallı onu sevənlərin qəlbində məskən salıb, şiş ucları buludlarla döyüşən ölkəmin dörd bir tərəfində öz mənəvi abidəsini ucaldıb.